Здравствуйте, дорогие зрители! Добро пожаловать на мой канал Уроки русского языка. Мы с вами сегодня будем разбирать из 2 класса новой версии урок 19. Это обобщающие задания. Salam əziz izləyicilərimiz, mənim Rus dili kanalıma xoş gəlmisiniz. Bugün sizinlə 2-ci sinifin yeni versiya kitabının 19-cu dərsin izahını eləyəcəyik. Burada ümumiləşdirici tapşırıqlarda test formasındadır. Onları yerinə yetirəcəyik. Gəlin, başlayaq. Test 1. Укажите цветок розового цвета. Deyir, çəhrayı rəngdə olan gülü göstərin. Görürük ki, B variantında rozovaya roza. Yəni qızıl gül çəhrayı rəngdədir. Digərləri krasnıy, ağ, belay, sarı, joltuy. Bizə B variant lazımdır, çünki bizə розовый rəng istəyir. Поэтому правильный ответ B variant. Укажите подарок фиолетового цвета. İkinci tapşırıqda deyir ki, bənövşəyi rəngdə olan hədiyyəni göstərin. Görürük ki, C variantı bənövşəyi rəngdir. A. Rozovый, B. Zilonный və yaxud da açıq yaşıl salatvый, D. Joltuy. Bir də C variantı bənövşəyi rəngdir. Фиолетовый цвет. Ona görə C variantı götürürük. Правильный ответ C. Укажите картинку, название которой отвечает на вопрос «Кто?». Kim sözünə cavab verən şəkli göstərin. Bizdə də A variant götürürük. Почему? Потому что это бабушка. Nənə canlıdır. Кто sualına cavab verir. Кто kim deməkdir. Поэтому A variant правильный ответ. 4 тест. Укажите картинку, название которой отвечает на вопрос «Что?». Burada isə nə sualına cavab verən əşyanı göstərməliyik. Rus dilində heyvanlarda kim kimi götürülür. Ona görə A, B və D-ni götürə bilmərik. Ancaq C variant, şəkərbura bu yeməkdir, əşyadır, nə sualına cavab verir. Ona görə düzgün cavabımız C-dir. Правильный ответ C variant. 5 тест. Укажите картинку, название которой можно сочетать со словом «мой». Deyir, buradakı hansı sözü «мой» sözü ilə uyğunlaşdıra bilərik. Biz də bilirik ki, «мой» nə deməkdir? Mənim deməkdir. Və kişi cinsdədir. Görürsünüz, axırı y ilə qutarır. «Мой» kişi cinsdir. Biz indi samitlə bitən hansısa bir sözü götürməliyik. A variant paxlava A ilə qutarır. Bu olmaz. Qadın cinsidir. Dolma A ilə qutarır. Bu qadın cinsidir. Olmaz. Kuritsa A ilə qutarır. Bu da qadın cinsidir. Amma qoğal L hərfi ilə bitir. Bu samitdir və kişi cinsi aiddir bu söz. Ona görə «мой qoğal» istifadə eləyə bilərik. Правильный ответ B variant. Укажите картинку, название которой можно сочетать со словом «моя». İndi deyir ki, «моя» sözünü hansı sözlə uyğunlaşdırmaq olar? Maya yenə mənim deməkdir, amma qadın cinsində mənim deməkdir. Biz də indi baxırıq. Qadın cinsi A və ya hərflərindən bitən sözlərə aiddir. Baxırıq burada piçeniye, bu Y ilə qutarır, bu orta cinsdə uyğun gəlmir. C variant cəmdir, bu konfeti çoxdur, olmur. B variant tort, T ilə bitir, bu kişi cinsdə uyğun gəlmir. Amma D variantda badambura A ilə qutarır və qadın cinsdə uyğun gəlir. Maya badambura deyə bilərik. D variant правильный ответ. Укажите картинку, название которой можно сочетать со словом «моё». İndi isə «моё» mənim orta cinsdə olan sözü tapıb uyğunlaşdırmalıyıq. Gəlin baxaq. Burada görürsünüz ki, cəmdir, qranatı burada uyğun olmur. C variant şəkərbura A ilə qutarır, qadın cinsdə uyğun olmur. Burada tort T ilə bitir, bu da kişi cinsdə, amma marojanaye Y ilə bitir. Orta cinsdəki olan sözlər O və Y hərflərindən bitən sözlərdir. Ona görə B variantı bizə uyğundur. Deyə bilərik ki, mənim dondurmam «моё мороженое». Ona görə B variant düzdür. B variant правильный ответ. Укажите картинку, название которой можно сочетать со словом «мои». Burada «мои» mənim deməkdir, amma cəm deməkdir. Görürsünüz, mənim sözün 4 forması keçdik burada. Yəni əvvəllər də keçmişik. Burada bir daha test üzərində təkrarladıq. «Мой» kişi cins mənim, «моя» qadın cins mənim, «моё» orta cins mənim və «мои» cəm. Burada da görürük ki, ancaq D variantda cəmdir. Yəni çoxlu əşyalar var. Ona görə D variantı düzgün cavabdır. D variant правильный ответ. Укажите картинку, название которой можно заменить со словом «твои». Aha, burada «твои» sənin, artıq mənim yox, sənin sözüdür. Yenə də «твои» cəm deməkdir. Görürük ki, A variantda ancaq çoxlu əşya var. Yəni burada cəmdir, çoxdur. Ona görə A variant правильный ответ. «Твои конфеты» deyə bilərik, sənin konfetlərin. 10 тест.
Укажите картинку, название которой сочетается со словом зеленый. Deyir, buradakı hansı söz zilonlu, yaşıl sözlə uyğunlaşır. Görürük ki, C variant səməni uyğun olur, zilonlu səməni. Ona görə C variantı götürürük. Правильный ответ C. Укажите картинку, название которой сочетается со словом сладкая. Deyir, hansı söz sladkaya. Sladkaya da şirin deməkdir və qadın cinsindədir. Biz də baxırıq ki, burada şirin olan bir B variantı, üstəgəl də paxlava A-la qutarır. Yəni qadın cinsidir. Elə hər cür həm qrammatik, həm də məna olaraq da uyğun gəlir. Ona görə B variant düzgün cavabımız olur. Sladkaya, paxlava. B variant правильный ответ. Укажите картинку, название которой сочетается со словом вкусная. Deyir, hansı söz вкусная sözü ilə uyğun olur. Вкусная dadlı deməkdir və qadın cinsindədir. Həm mənacan düz olmalıdır, həm də qrammatik düz olmalıdır. Baxırıq, tort bu kişi cinsdir, uyğun olmur. Piçenya burada cəmdə uyğun olmur. Qoğal kişi cinsdə uyğun olmur, amma rıba A-la qutarır. Dadlı balıq ola bilər və kakraz rıba sözü qadın cinsə aiddir. Ona görə вкусная rıba deyə bilərik. Dadlı balıq. Поэтому D variant правильный ответ. Укажите картинку, название которой сочетается со словом большие. Deyir ki, buradakı hansı söz böyük sözü ilə uyğunlaşır. Burada böyük sözü большие cəmdədir. Biz həm mənacan, həm qrammatik baxırıq. Cəm görürük ki, bir dənə elə A variantıdır. Böyük balıqlar da deyə bilərik. Ona görə большие рыбы deyəcəyik. A variant правильный ответ. Укажите картинку, название которой сочетается со словом большой. Deyir, hansı söz большой sözü ilə uyğunlaşır. Yəni, большой böyük deməkdir, amma burada artıq kişi cinsdədir. Bu 13-də cəmidir, burada artıq kişi cinsdədir. Biz də görürük, B variant paxlava qadın cinsidə uyğun olmur. Xonça qadın cinsidə uyğun olmur. Yitso, odu orta cinsdə uyğun olmur, amma tort uyğun olur. Kişi cinsdə большой tort, böyük tort deyə bilərik. A variant правильный ответ. Və sonuncu tapşırığımız, последний тест. Укажите картинку, название которой сочетается со словом маленькая. Deyir, hansı söz balaca sözü ilə uyğunlaşır. Маленькая sözü demək qadın cinsindədir. Biz burada qadın cinsinə aid olan bir söz götürməliyik. A variant tort, yəni uyğun olmur, qadın cinsi deyil. D variantı görürsünüz ki, burada ümumiyyətcə cəmdir. Bu da heç uyğun olmur. Burada da praznik, bayram sözü uyğunlaşdırsaq, o da kişi cinsdə, o da uyğun olmur. Amma badambura həm balacadır, həqiqətən də, həm də qadın cinsindədir. A-la bitir. Demək, malinkaya badambura deyə bilərik. Demək, B variantımız düzgün cavabdır. B variant правильный ответ. Belə, biz bu bölməni də bitirdik. Gələn dərs 20-ci dərsimiz olacaq və 5-ci bölməni başlayacağıq sizinlə. Nəsə suallarınız olsa mütləq yazın, soruşun. Bugün isə dərsimiz bu qədər. Gələn dərsdə görüşərik. Sağ olun. До свидания. Увидимся на следующем уроке. Всем хорошего дня, всем удачи. Пока-пока.